Qida texnoloqu olaraq sizə bir sir deyim. Əgər siz sağlam qidalanıram deyib marketlərdə xörək duzu və ya süfrə duzu adı ilə satılan duzdan istifadə edirsinizsə, burada heç bir sağlam qidalanmadan söhbət gedə bilməz. Nədir ağ süfrə duzu? Ağ süfrə duzu yüksək emal edilmiş, rafinə edilmiş, yəni təbii minerallardan məhrum olunmuş, yalnız natrium xloriddən ibarət bir duzdur. Çox miqdarda natriumun miqdarı qanın təzyiqini artırır, uzun müddət istifadə edildikdə yüksək təzyiq ürək xəstəlikləri və böyrək problemlərinə gətirib çıxara bilər. Tövsiyə olunan duzlardan biri dəniz duzudur. Dəniz duzu təbii şəkildə dəniz suyundan əldə edilir. Dəniz suyunun tərkibində natrium xlorid ilə yanaşı kiçik miqdarda digər minerallar da var. Amma bu mineralların miqdarı Himalay duzundakı qədər çox deyil. Ən çox tövsiyə olunan duz təbii ki, Himalay duzudur. Himalay duzu 95-98% natrium xlorid və 84-ə qədər fərqli minerallardan ibarətdir. Pakistanın Kehra mədənindən çıxarılan ən saf təbii duzlardan biridir. Tərkibində dəmir oksid olması səbəbindən rəngi çəhrayı rəngdədir. Tərkibi 95%-ə qədər natri xlor, həmçinin poliqalit, kalsium, kalium, maqnezium və dəmir oksiddən ibarətdir. Faydaları qan dövranını yaxşılaşdırır, tənəffüs yollarını təmizləyir, pH balansını qoruyur və bədəni minerallarla təmin edir. Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz qəbulunu təxminən 5 qram, yəni 1 çay qaşığı ilə məhdudlaşdırmağı tövsiyə edir. Bu, bütün növ duzlara aiddir. Post faydalı oldusa, like edib səhifəni izləməyi unutmayın.